Hüseyin canlı yayım açaraq onu qınayan və evdən sən çıx, Ayşə oğlunla qalsın deyən şəxslərə sərt cavab verib. Məni dana doğub ki, mən evimdən çıxım, onun ata evi var, getsin ata evində otursun. Səccad nə vaxt böyüsə mən ona ev verərəm, deyə Hüseyin bildirib. O, həmçinin evi əldə etmək üçün illərlə mübarizə apardığını vurğulayıb. Mən bu evə görə hər yerdə qırğın eləmişəm. Zahir müəllimin verilişində 3 il nə gəzirdim evə görə. O qədər qırğın edəndən, mübarizə aparandan sonra həmin evi də verməliyəm yad bir adama, deyə o bildirib. Hüseyin yaşadığı problemlərə görə Ayşədi günahlandıraraq, onun ucbatından mən bugünə düşmüşəm sözlərində işlədib. Buyurun sözü gedən yayımın görüntülərini izləyək. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Onlar otursun evdə, sən çıx. Başa düşmədim. Məni dana doğub. Hə? Yox, məni dana doğub. Mən niyə çıxmalıyım ki evimdən? Mən niyə çıxmalıyım ki? Başa düşmədim. Onlar otursun, sən çıx. Mən hara çıxmalıyım ki? Sən də salam açılırdı. Onun evi var, ata evində. Geçsin otursun evində. Səccad nə vaxt böyüyər, gələr mən ona ev verərəm. Mən evə görə üsyan eləyirdim. Mən evə görə qırğın məni gəlir, hər yerdə dava. Mən Zahir müəllimin verilişində nə gəzirdim ki? Qırğın məni şey eləmişim ki, mən bir evim olsun, onu verməliyəm yad bir adama. Mən onun üçün unutaz qulaqdaram, bağışlayın məni, tualetə gedə bilmirəm mən. Ayşə üçün eləyirəm. Yaxşı da bu, evdə gələr. Filankəs xanım deyir ki, geçsin yığışsın evə. Filankəs xanım bilmir ki, burada unutaz yoxdur. Cimmə çıxacaqsa, bağışlayın məni. Elə onun ucbatında mən bugün düşmüşəm də. O qədər insanlar var ki, yaxşı insanlar. Mən danışmaq istəməm o bari. Ayrılma işinə bir TikTok baxmır, məhkəmə baxır. Nə deyim, köynəyi değişmək görmürəm mesajları, siz Allah gözləyin. Yaxşı da Allah. Səccada verirlər. Səccad tək yaşayacaq burada. Ata deyir ki, bir bax üzüm verir, ataya bir salxım üzüm verən olmadı. İndi bir rahatlıq tapırıq, bir tərəfdən ki, ayaqlı kirayə pulundan tutardıq. Vallahi yazıq ne? Mən yazıq mənəm. Mən niyə küçədə qalmalıyım Ceyno? Başa düşmürəm. Başa düşmürəm Ceyno, mən niyə küçədə qalmalıyım ki? Hə? Geri qalda özün küçədə. Belə ürəyin yanır, evi ver, geri qal küçədə qalarsan. İndi deyirsən kişisən, mən arvad. Əmin boynuma. Kişi eşi kim işləyib küçədə yaşamalıdır. Yox, mən unta sapa bilmirəm burada. Ağzında bir qohum əqrəblərinə bir dənə yıxsın da ev gəlmək istəyir. Qohum əqrəblərinə deyir ki, yoxdur, heç nəyimiz yoxdur. Eləsinlər də, mənim kim yetim deyil ki. Adam məsələşdirirsin, sən ala bəs türündə ağay. $0.12 qəpik Günel Abbasovadan gəldi. Allah kömək olsun. Ay Günel, Allah kömək olsun. 12 qəpik yaptım. Minnətdaram. Allah 12 dəfə artıqını versin sənə. Allah canımı sayla. Nə olar ki, Allah bərəkət versin. Min bərəkət. Əlin yüngül olsun. Üstə səndən bərəkət Allahdan.
Keçən dəfə də Aynur xanım qoşulub bura. Danışırdı, mən burada yemək yedim, çox başqa şey eləmədim. Mən buradan deyirəm. Mən elə bir belə bir lox adam deyiləm ki, sağ olsun, məni kimsə tək görməsin ha. Bu qədər Azərbaycan xalqı mənim arxamdadır, Allah canlarını sağ eləsin. Ben Aynur'a keçən dəfə deyir ki, uşağı da alaram, evi də alaram səndən. Sən kimsən ay Aynur'a? Ay Allah, bir Azərbaycan sən aldı oradan başladılar. Bir Azərbaycan qohumları deyə bir manat gəldi, Allah köməyimiz olsun. Mən borc istəyirəm uşaqlar, xahiş edirəm sizdən. Mənə 300 manat borcu lazımdır. 300 manat. Salam. Attım. Vahid, çox sağ, bir manat sən atma. Yo, mən özümü boş göstərmişəm. Ürəyimi yumuşaq göstərmişəm. Qəlbimi qırmaq istəməmişəm. Günahdır demişəm. Çox sağ ol, Hüseyin. Uşaq yazıqdır, bilirəm yazıqdır. Bunu anası da fikirləşməlidir. Mən uşaq həsrətində çəkirəmsə deməli, ondan istifadə edib mən başıma çıxmalı deyirlər. Mən borc istəyirəm, mənim əzizlərim, analar, bacılar, qurban olum sizə, başınıza dönüm sizə. İşə dedim, işdən eləmədilər. Qoy elə işçisinlər əməkdaşlar da. Bugün sabahı da işdən icazə almışam, mənim maaşımdan da kəsicəklər sabahın günü. Mən bunu deyirəm, mən gizlətmirəm. Elə bilən qafız qazanda olur, mən doldurmuram qazan. 600 manata maaş Allah. Onu da 20 manatın sabah demişəm gelip mümtaz alım heç olmazsa. Ev üçün dedilər ki maaşından çıxılacaq. Get. İş yeri axtarım əzim. Bir mənə heç olmazsa 809 manatlıq iş yeri istəyirəm. Allah'a and olsun düz deyirəm. Qırx 98 58 44 96 59 91 09 mənim kart hesabımdır. Mən borc istəyirəm əzizim. Mənim maaş kartımı verirəm mənə. Kimsə mənə 300-400 manat borc versin. Xahiş edirəm. Bəli Emil, bəli. Tamam xanım, göstərmişəm. Evin neyini göstərmişəm də, acqarının neçələri göstərmişəm. Salam Rahil, salam. 40 98 58 44 96 59 91 09. Vallahi 1500 insan var. İmkanlı insanlardan mən xahiş edirəm. Ekranlarınızı tıklayın, canlınızı paylaşın ki kimsə görsün. Mən xeyr, öz evimdir. Kiraya evə borc axtarırlar, ay əzizim. Kiraya və unutazsız ev kiraya verirlər. Yoxum da neyim, mən neyim, kim nə dirdisin, mən kim qınırsın, mən məcburum əzim, kim mənə dirdisin, mən bu şey vecmə deyil. Mənim ehtiyacım vardı, heç kim kömək eləmir də, eləmir əzim. İşdən dedim, işdə də olmadı, olmadılar, kimə deyirəm bilmir, nə bilmir, neysə, adam çox şey, neysə, Allah şeytana etdirəsin. Amin, çoxsan Cavid, Allah razı olsun. Valla Kur'an haqqı. Valla belə şeyler var ki, maklerlər. Qabaq evindekini kombisini də qoyub. 7000 bundan baha verir də. Kombisini də qoyub. Radiatorlarını çəkib. Şeylə, nə olar ki, buraya untoz qoyanda? 3 otaqdır Tamella. Can çox sağ, Allah razı olsun. Allah can sağ versin. Valla gəlmiyor. Kur'an haqqı. Gəldi, əstağfurullah. Allah keçsin amma. 2 manat bir gəlib, 1 manat bir gəlib, 12 qəpiyi də bir gəlib. 3 manat 12 qəpiyi. Allah canlı sağlasın, Allah min qət əvəzini versin. Ayşənin, çox sağ, amin, çox sağ. Ayşənin cehizi yoxdur. Ayşənin nəinki cehizi, heç özü də lazım deyil mənə. Mən yaşadığım yaşayarsa, ondan sonra deyəcək, qudurduğum yaxşı neynədim. Bəli, bəli. Açığı deyim sizə, mən bu günləri vəkilin adından çıxdı.
ATV-də olur deyə qadın. Xeyr, nəqdir. Mən borc istəyirəm, uşaqlar, xahiş edirəm. Bu kim mənə dəstək ola bilər? Yox, Günlar yox. Esmira xanım. Bəli, Esmira xanım. Vəkil Esmira xanımla müraciət eləmişəm. Mənə deyib ki, mən səni əlaqə saxlayacağım. Demişəm, tamam. 4098 58 44 96 59 91 09 mənə pul lazımdır uşaqlar. Vallahi bir 3-4 nəfər dedi, 2-3 nəfər dedi ki, mən burada sizə bəli, kupçası var, bəli. Mədinə xanım çox sağ olun. Hərdən bir yazarsınız. Bu elə bir saniyə azalanda orada xahiş edim yazarsınız Mədinə 20. Bəli, Aygün adıma da bəli. Üç manata bir bankdan gəldi. Minnətdarım əzizim. Çox sağ olun. Allah razı olsun. Allah min qat əvəzini versin. Allah başınızdan döysün. Ballarınızın xeyrini görəsiniz. Qorx ki, ev davası başlatsın. Heç kim başla bilməz bu ev. Nəyə başlamalıdır ki ev davasını? Niyə başlamalıdır? Böyüyəndə olsun səccatındır da bu. Bir maddə 57 qəpiydi gəldi. Allah min qat əvəzini versin. Allaha and olsun, müraciət eləmişəm, bəlkə də and olsun. Hara, yox. Bəs uşaq necə olacaq? Deyirəm, uşaq necə olacaq? Vaxtı gələndə gələcək bura. Mədinə xanım, xahiş edirəm, bir dənə də yazın o kartı. 4098 58 44 96 59 91 09. 5 manat da gəldi. Allah min qat əvəzini versin. Ballarınızın xeyrini görəsiniz. Allah min qat ballarınızın başından döysün. Çox sağ olun, Mədinə xanım. Ölüm, mən boşanmıyorum amma ölüm. Ölüm dünyadan gedim. Neyse, o söhbəti bağlanın, xahiş edirəm. Amin, çox sağ, Allah razı olsun. Mən borc istəyirəm, əzizim, kimin deyir, keçir atır, Allah canlarını sağ eləsin. Damla denizi eşsinə bilməyi, valla. Gic adamsınız da. Mədinə xanımı mod eləyəcəm, bir dənə də yazın, mod eləyəcəm. Amin, çox sağ, təşəkkür ederim. 4098 58 44 96 59. Özü atası böyüdü, uşağı da. Xeyr, mənim uşağım atası böyümür. Mənim uşağıma birisini əziyyətlər çəkirəm. Ayşət prosta onu dilə gətirmir, mən yanıb yaxılıram. And olsun Allaha. 10 manat da bir gəldi. Allah min qat əvəzini versin. 1 manat da gəldi. Allah can sağlığı versin. Çox sağ olun. Allah başınızdan döysün. Ballarınızın başından döysün. Mədinə xanım çox sağ olun. Allah sizə də can sağlığı versin ki, Mədinə xanımı modluq verirəm inşallah. 5 manat da gəldi. Allah can sağlığı versin əzizlərim. Allah razı olsun. Allah min qat əvəzini versin. Allah başınızdan döysün inşallah.